Mənzilimiz yenə daxili kreditdə olan faizsiz bir mənzil təqdim edirəm bugün sizə. They tell me that I'm never gonna make it. They want me to do something that could make sense. They hate when I keep dreaming I'll be famous, but I don't give a fuck, I'ma keep chasing. Həm ilkin ödəniş olaraq, həm faizsiz kredit olaraq, həm də kredit müddətinin uzunluğu olaraq, həm də təmir keyfiyyəti və təmir lüksü olaraq ikinci bir təkliflə qarşılaşa bilməyəcəksiniz. Son 3 mənzilimiz qalıb və bu mənzilləri təklif edirik sizə. Bir daha qeyd edirəm, tam əşyalı və texnikalı, hazır kreditdə, faizsiz kreditdə bir mənzil, ikinci bir təklif yoxdur bazarda. Həm də belə təmirdə, belə tərtibatda, belə funksionallıqda. Mənzilimiz Dərnəgül metrosunun düz yanında yerləşir. Bura Cəfərxandan küçəsinin sonu, Əhməd Rəzəbli küçəsinin sonudur. Nərmanov metrosuna da yaxın məsafədir. 8-ci mikrorayona da yaxın məsafədədir. Şəhəri tanıyanlar bilir və binanın yerləşimi kompleks olaraq gözəlliyi və funksionallığı hər şey yüksək səviyyədədir. 4 hektardan böyük həyətyanı sahəsi var, boş həyətyanı sahələr, uşaq meydançası, yeraltı avtoparkinqlər, hər şey yüksək səviyyədə təşkil olunmuş və metro çıxışı düz binanın yanındadır. Həyətyanı sahədən daxil ola bilirsiniz. Bütün infrastrukturlar tam təchiz olunub binada və mənzilin də təmiri göz qabağındadır. Mənzilimiz 145 min manat ilkin ödənişlə təklif edirik bu mənzili və 56 aylıq krediti qalıb, tam faizsiz kreditdir. Gördüyünüz bütün əşya və texnikalar qiymətə daxil olacaq. 56 aylıq kredit və aylıq ödəniş isə 1974 manat təşkil edir. Giriş qapımızı görməkdəsiz. Giriş qapısından girdikdə sol hissədə mənzilin ümumi sanuzeli yerləşir. Giriş qapısından sağda isə belə bir açarlıq, dresuar güzgü və daraq kantlar var, orsiklu işləmələr, faskalı güzgülərlə əla dekora edilib və pufikinə qədər qoyulmuş vəziyyətdədir. Dresuardan daha sonra bizi tam boy yığılmış əla bir membran panellərdən və şüşə qapılardan əla bir qardirob mebeli qarşılayır. Daha sonra bura işıqlandırmalar, divar dekorları davam eləyir. Burada mənzilin qonaq otağı yerləşir. Burada mənzilin mətbəx hissəsi, 2 otağa düzəlmə məhz belə əldə olunub. Burada isə yataq otağı yerləşməkdədir. Qonaq otağından başlayıram, ardınca digər otaqları təqdim edəcəm sizə. Təmir zamanı vurğulamışdım keyfiyyətli materiallardan istifadə olunduğunu. Döşəmə high gloss keramik qranitlərdən istifadə olunub və otaqlarda isə belə bir İngilis yolkası teksturasına vurulmuş bambuk parketlər qarşılayır bizi. Qonaq otağı bir otaqdan 2 otağa düzəlmiş mənzilə nəzərən olduqca geniş, envazonluq nisbəti ideal olan bir qonaq otağı var. Yumşaq mebel dəsti Türkiyə istehsalıdır, Viva Riva brendinə aiddir. Yemək masası dəsti də həmçinin 6 nəfərlik bir yemək masası yerləşdirilib. Açıldıqda isə 10 nəfərə çıxara bilirsiniz bu sayı. Qonaq otağının yumşaq mebel yerləşən hissəsinin arxa hissəsi, arxa divarı olduqca gözəl dekor edilib. Yenə gips daraq panellər, bura işıqlandırmalar, faskalı güzgülər və orsiklu kantlarla bəzədilib. Tablo qarşılayır daha sonra. Yenə həmən tekstura dekor, üçlü dekorativ güzgü və kondisioner yerləşiminə qədər həyata keçirilib. Həm yataq otağında, həm qonaq otağında Aukus markalı kondisioner var və belə bir möhtəşəm TV-stand tərtibatı var. 2 ədəd şüşəli qapılar, alt hissələrdə saxlanc yerləridir, 4 siyirməsi var orada və membran panellərdən əla bir TV-stand tərtib edilib. Böyük ölçülü bir Toshiba markalı TV-yə qədər yerləşdirilib. Mətbəx və yataq otağına keçməzdən öncə mənzilin çox gözəl və olduqca geniş ölçüdə bir sanuzeli var. Oranı da təqdim edeyim sizə. Bu sanuzel həm də camaşır otağı kimi də tərtib edilib. Genişliyini görürsünüz. 3 otaqlı mənzillərin sanuzellərindən daha genişdir buranın sanuzeli. Sağ hissədə belə bir dekorativ qranitdən istifadə edilib və qranit bir moydadır quraşdırılıb. Olduqca gözəl yaraşıb bu sanuzelə. 8 kiloqramlıq bir paltaryan, geniş ölçülü bir duş hissə ayrılıb burada. Ner qara rəngə üstünlüyü verilib. Əla bir duş kabin və divar içi unitaz, üzəri isə nişa işıqlandırmalarla bəzədilib və suşulkaya qədər, asılqanlıqlarına qədər hər şey tam olaraq yerləşdirilmiş vəziyyətdədir. İndi isə davam eləyək yataq otağı ilə. Tam texniki təchizat, tam mebel yerləşimi, hər şey, əşya planlamasının funksionallığı, hər şey olduqca ideal düşünülüb və böyük ölçülü bir yataq dəsti yerləşdirilib. 4 qapılı qardirob mebeli yataq yanlarında tərtib edilib.
həm şüşə, həm membran qapaqlarla olduqca gözəl bir qardirob mebeli yerləşdirilib. Hətta işıqlandırmaları da kifayət qədər gözəldir. Üzəri isə yenə gips panellə əla dekora edilib, gördüyünüz kimi. Və bu otağın yenə həm make-up'ı, həm pufiki, həm TV altlığına qədər hər şey nəzərə alınıb və həyata keçirilib. Kondisioner yerləşimi isə make-up'ın üzərində həyata keçirilib. Panoramasını təqdim edeyim. Həm qonaq otağı, həm yataq otağından eyni baxış açılır. Bir geniş ölçülü balkonu var. Bu balkon həm də texniki balkondur. Kombi sistemi və kollektor sistemi burada yerləşdirilib və buradan düz Dərnəgül metrosuna baxış açılır. Həm binanın həyətyanı sahəsinə, həm də Dərnəgül metrosu istiqamətinə. Və son olaraq mənzilin mətbəxini də təqdim edeyim sizə. Mətbəx isə məhz 2 qat sürgülü şüşələrlə xol hissədən ayrılıb, hər iki tərəfdən açıla bilir vəziyyətdədir bu qapılar. Kifayət qədər geniş girişi var və tam boy, kifayət qədər geniş ölçülü bir mətbəx mebeli yığılıb, tavana qədərdir. Gördüyünüz kimi həm membran qapaqlar, həm də şüşə qapaqlarla əla dekora edilib. Sağ hissədə soyuducu yerləşimi həyata keçirilib. Daha sonra elektrik sobası və qaz və gizli aspirator yerləşiminə qədər hər şey nəzərə alınıb. Üzəri isə süni mərmərlə işlənib. Sol tərəfdə isə TV yerləşiminə qədər hər şey nəzərə alınıb və əla dekor edilib. Təmir zamanı divarlarda dekorativ boya növü olan venesiyankalardan, qumlu və məxməri teksturalardan istifadə edilib. Təmir keyfiyyətini həqiqətən, yəni baxış keçirdiyiniz zaman şahidi olacaqsınız. Belə, mənzili demək olar ki, tam olaraq təqdim elədim sizə. Binəqədi rayonu 7-ci mikrorayon ərazisi sayılır bura. Bir daha qeyd edirəm, amma Nərmanova olduqca yaxın məsafədir. Maşınla təxminən 5-10 dəqiqəlik məsafədədir Nərmanov metrosuna. Əhməd Rəzəfli küçəsinin sonudur bura. Dərnəgül metrosunun da düz çıxışı və West Town yaşayış kompleksi 16 mərtəbəli rezidens binanın 10-cu mərtəbəsində yerləşir mənzil. 61 kvadrat ölçü, tam əşya və texnika tərtibatı. 145 minlik üçün ödəniş və daxili kreditlə, faizsiz kreditlə bu mənzilə bu ölçüdə sonuncu mənzilimizdir bu. Aylıq ödəniş isə 56 ay 1974 manatla sahib ola bilirsiniz bu mənzilə. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlar.